Deməli, burada trapesiyanın sahəsini işləyək. Trapesiyanın sahəsi biraz çətin mövzu olduğu üçün onu elə ilk suallarından başlayaq, hissələrə bölə-bölə işləyərik. Görürsünüz, 51 dənə sual var burada. Başlayaq onları işləməyə. Yəqin ki, növdür də 51 dənə. Başlayaq. ABCD trapesiyasında ABD-nin sahəsi 100-dür. ABD-nin sahəsi, bu sahə 100-dür. Bu sahə 100-dür. Aha. Siz fikir verin bura. Deməli, ABD üçbucağının da oturacağı AD-dir. ASD-nin də oturacağı AD-dir. ASD üçbucağının oturacağı AD-dir. Və bunlar paralel olduğu üçün BC ilə AD. Elə bir ki, B təpəsindən çəkilən hündürlüklə C təpəsindən çəkilən hündürlük eynidir. Deməli, ABD üçbucağının da ASD üçbucağının da hündürlükləri eynidir. Həmçinin oturacaqları da eynidir. Həm hündürlükləri eynidir, həm oturacaqları eynidir. Ona görə ASD üçbucağı da elə ABD üçbucağı ilə bərabərdir. ASD üçbucağının sahəsini soruşur, o da elə 100-dür. Deməli belə. Gəldik bura. Burada görürsünüz ki, birlər yazılıb. Yəni hər dama 1 metrdir, nə bilim 1 santimetrdir. Belə. Deməli 1, 2, 3, 4, 5 yuxarı oturacağın uzunluğu 5-dir. Aşağı da sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Yarımçıq deyil ha, görürsünüz, bütövdür. 11 dənədir. Deməli oturacaqların cəminin yarısı orta xətti verir. Buradan burada hündürlükdür. Hündürlük nə qədərdir? 1, 2, 3, 4-dür. Oturacaqlar cəminin yarısı vuraq hündürlükdə sahəni verir. Bunlar elə sahəni soruşurdu. 16-nı 2-yə böləndə 8, 8 dəfə 4-ün 32 eləyir. Cavab Y variantı. Deməli, hal-hazırda görsəndiyi kimi 2 dənə sualı həll eləmişik. 2 dənə sual həll elədik. Keçək bura 5-ci suala. Trapesiya sahələri eyni olan parallelogram və üçbucağa ayrılmışdır. Deməli, bax belə bir trapesiya çəkək. Belə. Deməli, ABCD trapesiyasıdır. Və bu həm üçbucağa, həm də paralleograma ayrılıb. Buradan bir paralel çəksək, bu paralleogramdır. Deyək, paralleogramın sahəsi ilə bu üçbucağın sahəsi eynidir. İkisi də S-dir. İndi bir dənə siz fikir verin bura. Deməli, paralleogramın da hündürlüyü. Bunlar paraleldir. Paralel arasında məsafə eynidir. Paralleogramın hündürlüyü ilə üçbucağın hündürlüyü eynidir. İkisi də H-dır. Nəyə görə? Çünki paralellər arasındakı məsafə eynidir. Oradan qaynaqlanır. Bunu bildik ki, bunların ikisinin də hündürlüyü eynidir. Oturacaqlar, bura məsələn A olsun, burada B olsun. Aha. Burada nə yazıb? Yazıb ki, trapesiyanın kiçik oturacağın uzunluğu 5-dir. Kiçik oturacağı 5-dir, bura 5-dir. Onda paralleogramın bir tərəfi 5-dir. Paralleogramın sahəsi AH eləyir. Yəni 5 vur H-dır paralleogramın sahəsi. Üçbucağın da sahəsi oturacaq bir hündürlük bölü 2-dir. B vur H bölü 2-də. Bu da üçbucağın sahəsidir. Hələ ki bunlar əlimizdə var. Bir də başlayan kimi biz bildik ki, hündürlüklər eynidir. Bu deməmiş daha. Biz bildik ki, paralleogramın hündürlüyü ilə üçbucağın hündürlüyü eynidir. O paralel xəttlərə görə. Deməli, paralleogramın tərəfi 5 oldu. Bax, bura görə. Paralleogramın qarşı tərəfləri bərabərdir. Bu kiçik oturacaq 5-dir, bura da 5-dir. Paralleogramın tərəfi 5 oldu. Sahə də AH-dır, 5 vur H. Üçbucaqda B vur H bölü 2-dir. Və yazıb ki, demək, sahələri eyni olan paralleogram və üçbucağa ayrılmışdır. Yəni, üçbucaqla paralleogramın sahəsi eynidir. H-lar getdi. B bərabərdir 2 vur 5-dən 10 elədi. B də 10-dur. Onda bütöv oturacaq oldu 15. Böyük oturacaq 15 oldu. Böyük oturacağın uzunluğunu soruşur. Cavab Y bəndi. Hal-hazırda deməli biz 3 dənə sualın öhdəsindən gələ bilmişik. Aha. İndi keçək bura. Görürsünüz belə sözlər çoxdur. 1, 2, 3, 4, 5 sətirdir. Belə misallar bilin ki, asan da olur həmişə sözü çox olan. Üçbucağın A tərəfinə paralel olan düz xətt üçbucaqdır. Üçbucağın A tərəfidir. Ona paralel olan düz xətt üçbucağın sahəsinin 75% bərabər olan trapesiya ayırır.
üçbucağın bütöv sahənin 75%-nə bərabər olan üçbucaq ayrı. Üçbucağın bütöv sahəsi 100%-dir və trapesiyada 75%-dir. Onda 100-dən 75 çıxanda neçə faiz eləyir? 25% eləyir. Göründüyü kimi trapesiyanın sahəsi bu balaca üçbucağın sahəsindən 3 dəfə çox olur. Bir də deyirəm, üçbucağın sahəsinin 75%-nə bərabər olan trapesiya ayırır oradan. Deməli, bax, bu xətt böyük üçbucaqdan trapesiya ayırır və trapesiyanın sahəsi böyük üçbucağın sahəsinin 75%-dir. Bura 75% yazdım. Böyük üçbucaq 100%, balaca üçbucaqda 25% oldu. Yəni 75-25 aşağı yuxarıdan 3 dəfə böyükdür. Balaca üçbucağın sahəsi S-dirsə, burada 3S-dir. S3S o vaxt olurdu ki, bura orta xətt olsun. Həmişə biz belə demişdik. S3S o vaxt olur ki, bu orta xəttdir. Onda bax, bu keçən xəttin özü A/2-dir. Düz xəttin üçbucaq daxilində, buradan bir dənə düz xəttdir bu. Düz xəttin üçbucaq daxilində qalan hissənin uzunluğu 6-dır. Bu da orta xəttdə olduğu üçün A eləyir 12. A-nın uzunluğunu tapın 12. Bu sualı da həll eləmiş olduq. Deməli, hal-hazırda 4 dənə sualımız var. Gələk bura. Diaqonalları qarşılıqlı perpendikular olan düzbucaqlı trapesiya. Deməli, bir dənə düzbucaqlı trapesiya var. Düzbucaqlı trapesiyadır. Aha, düzbucaqlı trapesiyadır. Diaqonallar qarşılıqlı perpendikulyardır. Qarşılıqlı perpendikulyardır. Trapesiyanın böyük diaqonalı 5-dir. Hündürlük də 3-dür. Bu hündürlükdür 3. Böyük diaqonalı da 5-dir. Onda Pifagora görə 5, 3 böyük oturacaq 4 eləyir. Aha, trapesiyanın sahəsini soruşur. Onu bilmirəm, nətər eləyirlər. Hələ ki, heç bir fikrim yoxdur. Heç bir fikrim yoxdur. Bu düzbucaqlıdır. Düzbucaqlıdır. Aha, bura 3-dür. Bura oturacaq 5-dir. Bunlar, bax, bunu görürsünüz. Bunu uzatsaq belə, uzatsaq. Bu diaqonala paralel bir xətt çəksək, bax, bura ilə onsuz da bura paralel idi. Bu xəttdə də paralel bir çəkdik deyə paralleloqram alındı burada. Bura A-dırsa, burada A-dır. Bu diaqonalın uzunluğu nədirsə, məsələn, D-dirsə, burada elə D-dir. Həmçinin, bax, bu birisi diaqonal, bura perpendikulyardır deyə, bura perpendikulyardır deyə. Bu xəttdə paralel olan xəttdə də elə nədir? Perpendikulyardır. Perpendikulyardır. İndi nə eləmək olar? Nə eləmək olar? Deməli, aha, belə. Burada 5-dir. Buradan da hündürlük çəkilib. Bunun da proyeksiyası 4-dür. Burada bilmirəm, M-dir. 90-dan çəkilən hündürlük var, proyeksiyalarda var. Onda 3-ün kvadratı bərabərdir. 4 vuraq M eləyirik. 4M bərabərdir 9-a. M də bərabərdir 9/4-ə. Deməli, trapesiyanın kiçik oturacağı 9/4 oldu. Onda trapesiyanın sahəsi belədir. Oturacaq üstə gəl oturacaq. Böl 2 vuraq hündürlük. Oturacaq üstə gəl oturacaq. Böl 2 vur hündürlük. Bu 9-da 4-ün üstə 4 gələndə 16, 9, 25 eləyir. Onu da 2-yə bölmək lazım. Onda 8 oldu. Bu da 3. Cavab 75 bölək 8 elədi. Yoxdur elə cavab. 75 bölək 8-də 9/8-də 3-dür. Cavab C variantı. Bu sualı da həll elədik. Çox çətin suallar idi. 8-ci sualı həll eləyək. Deməli, düzbucaqlı trapesiyadır. Düzbucaqlı trapesiyadır. Diaqonallar qarşılıqlı perpendikulyardır. Oturacaqlar 3 və 12-dir. 3 və 12-dir. Deməli, yenə də biz paraleli çəkirik. Paralel çəkir. Bura 3 isə bura da 3-dür. Sonra bu diaqonal bura perpendikulyarsa burada perpendikulyardır. Bura bir H-dır. H-ın kvadratı bərabərdir 3 vur 12. H kvadrat 36. H da bərabərdir 6. Evklid teoreminə görə. Hündürlük 6 oldu. Deməli, sahə oturacaq üstə gəl oturacaq. Böl 2 vuraq hündürlük. 15 böl 2 vur 6. 15 vuraq 3 45 eləyir. Sahə hazırdır. Aha. Hal-hazırda biz neçə sual həll eləmişik? 1, 2, 3,
4, 5, 6 dənə sualın öhdəsindən gələ bilmişik. 6 dənə sualın öhdəsindən gəlmişik ancaq. Görək sonra hansı sualı həll eləyə bilərik. ABCD trapesiyasında AB paraleldir CD'yə. Aha. DB ilə BC də perpendikulyardır. Deməli, onda burada dərsən düzbucaqlı trapesiya çəkməliyik biz. Deməli, DB ilə BC paraleldir. Belə eləyək də onda. A, B, C, D çəkdik. A, B, C, D çəkdik. AD ilə BC bərabərdir bir-birinə. AD ilə BC bərabərdir. Deməli, düz eləməmişik biz. Düz eləməmişik. AD ilə BC bərabərdir. Eləmək lazımdır ki, AD ilə BC bərabər olsun. AD ilə BC bərabər olsun. Həmçinin AB ilə CD paralel olsun. Bax, tutaq ki, bura D-dir. D-dir. Bura A-dır. Bura B-dir. Bura C-dir. AD ilə BC alınmadı yenə də. Alınmadı. Onda A, B, C, D. Belə olsa nətər olar? AB ilə CD paraleldir. AD ilə də BC bərabərdir. Nəsə alınmadı belədir. Nəsə düz qurmuruq. Belə onda belə olur. A, B, C, D. Yaxşı, onda bu sualın üstündən keçeyim. Sonra axırda yenə qayıdım bu suala.